özlərinə zülm edənləri öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir. O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, rəhimlidir. O zaman siz, ey Musa, biz Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyəcəyik dediniz və gözünüz görə-görə sizi ildırım vurdu. Ölümünüzdən sonra biz sizi diriltdik ki, bəlkə şükür edəsiniz. Biz sizin üstünüzə buludla kölgə saldıq. Sizə manna və bildirçin endirdik və siz